Hər vaxtınız xeyir. Deməli uşaqlar, biz danışacağıq bugün sizinlə çəki haqqında. Çəki nədir? Sonra dərsin davamında danışmış olacaq inşallah sizinlə elastiklik qüvvəsi haqqında. Çəki nədir? Çəki cismin dayağa və yaxud da askıya göstərmiş olduğu təsir qüvvəsidir və P hərfi ilə işarə edirlər. Bəzən biz qarışdırırıq. 3 anlayış var. Kütlə, çəki və yük anlayışı. Bunlar üçü də bir-birindən fərqlidir şagirdlər. Kütlə, çəki və yük. Kütlə nədir? Ətalətliyi göstərən kəmiyyətdir. M hərfi ilə işarə edirik. Cismin ətalətliyini, yəni sükunət halı və yaxud da ki, bərabər sürətli hərəkət halını qoruyub saxlama məsələsi. Xatırlayırsa, Newtonda danışmışdıq ki, ətalətliyin göstəricisi nədir? Kütlədir. Çəki nədir? Çəki qüvvədir. Cismin dayağa və yaxud da askıya göstərdiyi təsir qüvvəsidir. Məsələn, hər hansı bir dayaq üzərinə bir cisim qoysaq, bu cisim dayağa nə göstərir? Təsir. Həmin o göstərilən təsir nəyi xarakterizə edir? Çəkini. Və yaxud da ki, bu cismi deyək ki, hər hansı bir askıdan asmışıq, bu askını aşağıya doğru çəkir. Bu nədir şagirdlər? Çəkidir. Aşağı çəkən qüvvə. Yəni bu cismi, belə deyək də, dayağı nə edir? Aşağıya doğru çəkir. Çəkidir. Bir də yük var. İkinci hissədə keçirik. Q hərfi ilə işarə olunur. Müsbət mənfi olmaqla 2-yə bölünür və s. Bundan danışırıq. Yəni, biz məsələn marketlərdə də görmüşük, çəkisi 2 kiloqram yazır. Axı çəkinin qüvvətsə vaydı nə olacaq uşaqlar? Newton. Əgər oraya yazılıbsa çəki 2 kiloqram yox, 2 Newton yazılmalıdır. Əgər çəkidirsə o. Kütlədirsə əlbəttə ki, artıq çəkisi 2 kiloqram yox, kütləsi 2 kiloqram yazılması lazımdır marketlərdə yazılır. Siz fikir verirsiniz, orada yazılar çəkisi. O çəkisi yazılışı səhvdir. Nə yazmalılar? Kütləsi. Kütləsi 2 kiloqram. Çünki çəkinin vaydı nədir? Newton. Məsələn, yükün vaydı nədir? Klon. İndi bunlar deyil bizim əsas məsələmiz. Əsas biz çəki haqqında danışacağıq. Sadəcə bunu ona görə dərsin başlanğıcında dedim ki, yadda saxlanmış olasınız deyə. Ki, çəki ayrı anlayışdır. Çəki ayrı anlayışdır. Kütlə ayrı anlayışdır. Və yük ayrı anlayışdır. Bunları bir-biri ilə nə etmək olmaz? Əlaqələndirmək və yaxud da ki, eyniləşdirmək daha doğrusu olmaz. Biz bugün danışacağıq çəki haqqında. Çəki dedik ki, P hərfi ilə işarə olunur. Cismin dayağa və yaxud da ki, bu dayağa və yaxud da ki, bu askıya göstərmiş olduğu nədir? Təsir qüvvəsidir. Nə? Çəki. Çəki əgər uşaqlar qüvvətsə, istifadə etmək üçün çəkini daha tərəzidən istifadə etməliyik də. Nədən istifadə edərik? Dinamometr, yəni çəki üçün ölçü cihazı sorsalar, nə deyəcək? Dinamometr. Çünki çəkiyə nə dedik? Qüvvə dedik. Cihaz olaraq da nədən istifadə edərək? Dinamometrdən istifadə etmiş olarıq. Çəki üçün nədən istifadə edəcək? Dinamometrdən istifadə etmiş olarıq. Bu belə. İndi çəkinin düsturuna gəldikdə mc ilə ifadə olunur uşaqlar. Çəki P nəyə bərabərdir? Mc-yə. Və vahidi nədir şagirdlər? Newtondur deyirik. Ümumiyyətlə, çəkini təyin edəndə bir neçə hal var. Baxmaq lazımdır ki, hansı hal yaşanır. Əgər cisim sükunətdədirsə və yaxud da cisim bərabər sürətlə hərəkət edirsə, onda çəkinin düsturu mc ilə ifadə olunur. Əgər cisim yuxarı yönəlmiş təcillə hərəkət edirsə, onda çəkinin düsturu mc plus a olacaq uşaqlar. Əgər çəki var və aşağı yönəlibsə, üzrlü sayın, təcil var və aşağı yönəlibsə, onda çəkinin düsturu mc minus a olacaq. Bu nə deməkdir? Təcilin aşağı və yaxud da yuxarı olması. Bəzən şagirdlər bunu cismin aşağı atılması və yaxud da yuxarı atılması ilə qarışdırırlar. Xeyr uşaqlar, məsələn, cisim yuxarı atılırsa o demək deyil ki, təcil yuxarıdır. Ola bilər ki, cisim yuxarıya bərabər sürətlə gedir. Bərabər sürətlə gedirsə yuxarıya, çəki nə olacaq? Təcil nə olacaq? 0. Ona görə çəki elə mc olacaq. Və yaxud da ola bilər ki, cisim aşağı atılıb, amma aşağı bərabər sürətlə gedir. Həm aşağı atılmış hər hansı bir elektronik qurğudur, öz mühərriki olan. Bərabər sürətlə düşürsə bu aşağıya, təcil nə olacaq? 0. Ona görə düstur mc olacaq. Və yaxud da ola bilər ki, cisim yuxarı atılıb, amma yuxarı yavaşlayan hərəkət edir. Yuxarı atılıbsa,
Siz bilirsiniz ki sürət haradır? Yuxarıya. Yavaşlayan hərəkətdə axı sürətlə təcil nə olurdu? Bir-birinin əksinə olurdu. Ona görə sürət yuxarısa təcil hara olacaq? Aşağı. Ona görə nədən istifadə edəcəyik? MC çıxar. Başa düşdük? Cisim yuxarı atılmışdı amma təcil. Amma bax desə ki, cisim yuxarı atılıb və yeyinləşən hərəkət edir. Yeyinləşən hərəkət edir. Yuxarı atılan cismin sürəti yuxarıdır. Yeyinləşən hərəkət etdiyinə görə təcil haradır? Təcil də yuxarıdır. Onda P-nin düsturu nə olacaq? MC plus A. Və yaxud da baxın uşaqlar, diqqətlə baxın. Cisim deyək ki, aşağı atılıb. Aşağı atılıbsa və bu yeyinləşən hərəkət edirsə, aşağı atılıbsa sürət aşağıdır. Yeyinləşən hərəkət edirsə, təcil haradır? Aşağıya. Təcil aşağıdırsa nə olacaq? MC çıxar. Məsələn, cisim aşağı atılıb və nə cür hərəkət eləyir? Yavaşlayan. Siz bilirsiniz ki, aşağı atılıb, sürət aşağıdır. Yavaşlayan hərəkətdə cismin təcili hara olur? Yuxarı olacaq, yəni bu halı üçün. Çünki bir-birinin əksinə olmalıdır. Təcil yuxarı olduğuna görə bu düsturdan istifadə edəcəyik. MC plus. Başa düşdünüz? Yəni burada nəyi göstərmək istirdim? Cismin aşağı-yuxarı atılması məsələsi deyil. Məsələ təcilin aşağı-yuxarı olması məsələsidir. Aşağı və yaxud yuxarı atılsa da cisim, siz baxmalısınız ki, yeyinləşən yavaşlayandır. Yəni təcil hansı istiqamətdədir ki? Bax, onu nə etməlisiniz? Aydınlaşdırmalısınız. Sonuncu, dördüncü hal isə nədir şagirdlər? Dördüncü hal isə sərbəst düşdükdədir. Sərbəst düşdükdə. Cisim sərbəst düşəndə təcil J-yə bərabər olur. Və təsəvvür edin, A-nın yerinə elə J yazsaq, sənə zəhmət qapı bağlayarsan da. A-nın yerinə J yazsaq, J çıx. J neyi verəcək uşaqlar? 0. M-i də 0-a vursaq, nə alacaq? 0 almış olacaq. A-nın yerinə J yazsaq, J çıx. J neyi verəcək? 0. Nə olacaq? 0 almış olacaq. Başa düşdük. Deməli, çəki P hərfi ilə işarə olunur və MC-yə bərabərdir. Vahidi Newtondur. 4 hal var. Cisim, məsələn, bərabər sürətlə hərəkət edir və yaxud da ki, sükunət halındadır deyirsə, çəki MC olacaq. Yuxarı yönəlmiş təcillə hərəkət edirsə, MC plus A. Aşağı yönəlmiş təcillə hərəkət edirsə, MC çıx A şəklində hesablanmış olacaq. Burada qaranlıq qalan bir şey var. Aydın olmayan. Əla. Bu bizim nəyimizdir şagirdlər? Çəkimiz və əsas məqamları idi. İndi çəki ilə bağlı bir neçə əlavə məqama da diqqət yetirək uşaqlar. Nə var? Deməli, uşaqlar, deyilir ki, qabarıq körpüdə və çökük körpüdə çəki məsələsi var. Xüsusi qeyd bu. Qabarıq körpüdə. Burada isə qeyd eləyək çökük körpüdə. Qabarıq körpüdə çəki, çökük körpüdə çəki. Qabarıq körpü dediyimiz nədir? Bax, belə bir şeydir. Çökük körpü nədir? Bax, belə bir şeydir. İndi burada çəki nə cür təyin olunacaq? Normalda çəkinin düsturu nədir şagirdlər? MC. Amma təcil olanda ya J plus A-dır dedik, ya da ki J minus A-dır dedik. Elə deyil. Bəs bu cisim qabarıq körpüdə belə hərəkət eləsə, təcilin olub olmadığını hardan bilir yay müəllim? Nə bilirsiniz təcil var? Çünki uşaqlar təcilin yaranması üçün iki şərt lazım idi. Ya sürət artıb azalmalı idi, ya da ki cisim istiqamətini dəyişməli idi. Məsələn, fikir verirsiniz, burada belə gedir, burada yəni burada fikir verirsiniz, belə gedəcək, burada belə gedəcək.
Yəni qabarıq və yaxud da fərq etməz çökük körpüdə cismin hər nöqtədə sürəti nə olur? Fərqli istiqamətləri almış olur, dəyişir. Ona görə burada təcil yaranır deyə bilərik. Təcil varsa ya mc plus a olacaq, ya mc minus a. Bəs bunu hardan biləcək ki, plusdur ya minusdur? Fikir verin, bunu çevrəyə tamamlasaq şagirdlər. Burada təcilin istiqaməti hara doğrudur? Aşağıya. Yəni çevrədə xatırlayırsınız, təcil hara olurdu mərkəz doğru. Burada aşağıya olduğuna görə qabarıq körpüdə nə olmalıdır? MC çıxar. Çökük körpüdə, məsələn, bax burada olan bir cisim üçün, çökük körpüdə. Çevrəyə tamamlasaq yenə də. Çevrəyə tamamlasaq. Təcilin istiqaməti haradır? Çevrənin mərkəzinə. Yəni yuxarı. Onda burada çəki nə olacaq? MC plus A olmuş olacaq. Başa düşdük. Hətta şagirdlər siz bilirsiniz ki, çevrə üzrə hərəkətdə təcilin düsturu nə idi? V kvadratı böl R. Lazım gəlsə burada siz M vur J çıxılsın V kvadratı böl R də yaza bilərsiniz. Və yaxud da burada M vur J plus V kvadratı böl R də yaza bilərsiniz. Başa düşdük uşaqlar. Problem yoxdur. Qaranlıq qalmadı. İndi çəkidə bilməli olduğumuz məsələlərdən biri də əlavə yüklənmə məsələsidir. Cisimlərin əlavə yüklənməsidir. Onu da aydınlaşdıraq. Məsələn, cisim siz artıq bilirsiniz ki, yuxarı atılan bir cisim. Normal hərəkət edən zaman çəksi nəyə bərabərdir? MC-yə. Elə deyil. Bu yuxarı yönəlmiş təcillə hərəkət etdikdə nəyə bərabər olur? MC plus A-ya. Məsələn, atıram, normalda çəki 10-dursa, o artıq M plus A olduğuna görə 15 olacaq. Normalda çəkisi 10 idi, amma indi artıq 5 də artdı. Neçə oldu? 15 oldu. Nə etmiş olur cisim? Əlavə yüklənmiş olur. Niyə? Çünki çəki nə idi? Cismin dayağı və yaxud da askıya göstərdiyi təsir. Məsələn, bu daha çox kosmonavtlarda baş verir. Kosmik gəmidə yuxarı doğru hərəkət edən kosmonavt normalda yer kürəsindəki çəkisi MC etsə, yuxarı yönəlmiş təcillə hərəkət edirsə, çəki nə cür olur? MC-yə bərabər olur. MC plus A-ya bərabər olur. Məsələn, normalda çəkisi deyək ki, kütləsi 20 kiloqram olan bir kosmonavt çəkisi 200 isə, deyək ki, təcil deyək 100 olsa, 100 üstə gəl 10 deyək. 110 vur 200 artıq görün nə boyda böyük qiymət alınır. Birdən-birə insanın acizə deyək ki, sifətindəki o gözünün, yəni gözünün çəkisi belə deyək ki 10 Newton idi, artdı deyək, oldu 100 Newton. Ayrıca yuxarı yönəlmiş təcil hərəkət ediləndə kosmik gəmidə bizim gözümüz belə yerləşdiyi göz yatağına çox böyük qüvvə ilə nə etmiş olacaq? Təsir göstərmiş olacaq. Bu bizim daxili orqanlarımıza birbaşa əlbəttə ki problemlər yarada bilər də birdən-birə kosmik gəmiyə minsək. Ona görə uzun müddət kosmik gəmidə hərəkət edəcək olan o kosmik pilotlar deyək də, onlar məşq olunur. Yavaş-yavaş o təcili qiymətini az-az artıra onları məşq edirlər ki, birdən kosmik gəmiyə buraxılanda birdən-birə əlavə yüklənməyə məruz qalıb, onların daxili orqanları zədələnməsin. Təsəvvürüsü birdən-birə göz partlayır. Yəni, o olmasın deyə nə edirlər? Kosmik gəmidə hərəkət edən kosmonavtları əvvəlcədən əlavə yüklənməyə az-az dozadan başlayıb məruz qoyurlar və onlar daha böyük əlavə yüklənmədə daxili orqanları daha dözümlü olmuş olur. Məsələn, bu birisi nəyə oxşayır? Bir növ əvvəllər fironlar öz uşaqlarına az-az zəhər verirlər ki,
böyüyüb onlar da kral olduqda, firon olduqda onları zəhərləyə bilməsinlər. Artıq orqanizmə zəhərə vərdiş alsın. Xırda-xırda az-az zəhər verirlər. Bu da bir növ elə bir şeydir. Yəni orqanizmanı yavaş-yavaş əlavə yüklənməyə nə edirlər? Vərdiş eləyirlər. İndi şagirdlər bura baxın. Normaldakı çəki MJ-dir, indi isə MJ plus A-dır. Bəs indi neçə dəfə əlavə yüklənməyə məruz qaldığını təyin etmək üçün əlavə yüklənmə N hərfi ilə işarə olunur. Biz nə etməliyik? MJ plus A-nı, yəni əlavə yüklənmiş çəkini normal çəkiyə, yəni MJ-yə bölməliyik. Burada M-lər ixtisar gedəndə J plus A bölü J qalır. J-ni J-yə bölsək 1 plus A bölü J şəklində nə olacaq? Qalmış olacaq. Bu da əlavə yüklənmənin nəyi olur? Düsturu olmuş olur. Başa düşdük əlavə yüklənmə nədir və nə cür təyin edirik. Bir də uşaqlar, bir dənə bura baxın diqqətlə. Məsələn, birin vahidi yoxdur da, təcilin vahidi nədir? Metr böl saniyə kvadrat. İntensivliyin vahidi nədir? O da elə bir növ təcildir də, səbət sürmə təcili. O da metr böl saniyə kvadrat. Onlar ixtisar gedəcək, yerdə nə qalacaq? 1. Yəni, nə cür kəmiyyətdir? Adsız. Deməli, çəki nə cür kəmiyyətdir şagirdlər? Adsız kəmiyyətdir deyəcək. Çəki nə cür kəmiyyətdir? Adsız kəmiyyətdir demiş olaydı. Başa düşdük. Bu çəki idi. İndi biz danışaq elastiklik qüvvəsi haqqında. Qaranlıq qalan bir məqam var və bu çəki ilə bağlı məsələlər idi. İndi isə biz danışırıq sizinlə elastiklik qüvvəsi haqqında. Elastiklik qüvvəsi deyəndə nə başa düşülür? Uşaqlar, deformasiya anlayışı var. Deformasiya anlayışı. Cismin forma ölçülərinin dəyişməsi məsələsidir. Məsələn, biz hər hansı bir kağızı alıb götürürük, onun formaları dəyişirir və yaxud da ki, bunu qırsam, forma ölçüləri dəyişəcək. Həmin bu məsələ nə adlanır? Deformasiya. Məsələn, maşın toqquşulur, zədələnir. Bu zaman nə baş verir? Deformasiya. Deformasiya nədir? Xarici qüvvənin təsiri ilə cismin forma ölçülərinin nə etməsidir? Dəyişməsi məsələsidir. İndi şagirdlər, bu deformasiya bəzi kitablar 2 cür yazır, bəziləri də 3 cür yazır. 3 cür olur. Elastiki, plastiki deformasiya və elastiki plastiki deformasiya. Nə deməkdir elastiki, nə deməkdir plastiki, nə deməkdir elastiki plastiki deformasiya? Elastiki deformasiya odur ki, cismi deformasiya etdirəndən sonra öz əvvəlki vəziyyətinə geri dönsə elastiki olacaq. Məsələn, hər hansı bir cismi əymişik. Buraxanda öz əvvəlki vəziyyətinə geri dönürsə elastiki. Dönməsə, belə qalsa plastiki. Nisbətən dönsə, nisbətən qalsa elastiki plastiki deformasiya adlanacaq. Aydındır? Deformasiya olunmuş cismin deformasiya etdirici səbəb kəsildikdən sonra əvvəlki vəziyyətinə qayıtması elastiki, qayıtmaması plastiki, nisbətən qayıtması isə nə cür deformasiya adlanır? Elastiki plastiki deformasiya adlanmış olur. Və indi deformasiya edilmiş bir cismi öz əvvəlki vəziyyətinə qaytaran qüvvə isə elastiklik qüvvəsi adlanır. Məsələn, bunu izah etmək üçün bir dənə yay götürürük. Baxın uşaqlar, belə bir yay götürürük. Bu yayın normal vəziyyətidir, deyək. Bu yaydan bir dənə daş atırıq. Bu zaman bu yay nə edəcək? Deyək ki, normal uzunluğu budur. Deyək ki, uzanacaq. Normal uzunluğu buydu şagirdlər. Bu nə etdi? Bir x qədər uzandı.
bir x qədər nə etmiş oldu? Uzandı. Bax, uzanandan sonra yayın öz əvvəlki vəziyyətinə qaytaran bir qüvvə ortaya çıxır. Həmin qüvvə nə adlanacaq? Elastiklik qüvvəsi adlanacaq. Və o qüvvə kx-a bərabərdir. Ümumiyyətlə, öz gözünüzün qabağında gətirib canlandırmağa çalışın. Biz yayı sağa dartsaq, buraxsaq, o əvvəlki vəziyyətinə geri dönəcək. Bir müddət irəli geri nə etmiş olacaq? Hərəkət etmiş olacaq. Elə deyil. Və yaxud da ki, tutub sıxsaydıq eyni vəziyyət alınacaq idi. Bu yayı məsəl üçün tuturuq biz, bu dəfə nə edirik? Sıxırıq. Baxın, sıxırıq belə. Bunu öz əvvəlki vəziyyətinə qaytaran bir qüvvə formalaşacaq. Bax, x qədər bu dəfə belə yuxarıya doğru sıxırıq. Bu zaman bu x-a sıxılma deyəcək. Yəni, x-a həm əgər dartırıqsa uzanma, sıxırıqsa nə deyirlər? Sıxılma deyirlər. X-i dartırıqsa uzanma, sıxırıqsa nə deyirlər? Sıxılma deyirlər. İndi uşaqlar, bəs bu K nədir? Sərtlikdir. K nədir? Sərtlikdir. Sərtlik materialın növündən və həndəsə ölçülərindən asılıdır. X isə nə idi? Uzanma idi. Sərtlik və uzanmanın hasili cismin öz əvvəlki vəziyyətinə qaytaran elastiklik qüvvəsinin qiymətinə bərabər olur. Yəni, burada biz fikir verirdiniz, bu cismi aşağıya doğru dartdıq. Bu zaman elastiklik qüvvəsi yuxarıya doğru oldu. Bu zaman bax, burada biz cismi nə etdik? Yuxarıya doğru sıxdıq. Elastiklik qüvvəsi hansı istiqamətdə oldu? Aşağı. Bax, aşağı doğru dartanda yuxarı oldu. Yuxarı doğru sıxanda aşağı oldu. Elastiklik qüvvəsi x-in, yəni uzanmanın və yaxud da sıxılmanın hansı istiqamətdə yönəlir? Əksinə. Ona görə x-in əksinə olduğuna görə qabağına bir mənfi işarəsi atırıq. Yəni, F elastiklik qüvvəsi nəyə bərabər olmuş olur? Mənfi kx-a bərabər olmuş olur. Və bunu Hooke kəşf etdiyinə görə Hooke qanunu adlandırılır. Necə ki, Newtonun ikinci qanunu var, A bərabərdir F bölü M. Hooke qanunu da deyəndə F bərabərdir mənfi kx düsturu sizin ağlınıza gəlməlidir. Bunları mütləq yadda saxlamalısınız. Uşaqlar, hətta bir qəbula sual düşmüşdü ki, bərpa edici qüvvə nədir? Yəni, biz elastiklik qüvvəsi ilə yanaşı buna bərpa edici qüvvə də deyirik. Bərpa edici qüvvə. Niyə bərpa edici qüvvə? Çünki bax, tutub aşağı dartanda öz əvvəlki vəziyyətinə qaytarır. Bir növ nə edir əvvəlki vəziyyətini? Bərpa edir. Ona görə bunu həm də elastiklik qüvvəsi ilə yanaşı nə deyirlər? Bərpa edici qüvvə də deyirlər. Və uşaqlar, həmişə hansı istiqamətdə yönəlir elastiklik qüvvəsi? Uzanmanın əksinə və yaxud da ki, sıxılmanın əksinə doğru yönəlmiş olur. Və qüvvədir də, qüvvənin elastiklik qüvvəsinin vahidi nə olacaq? Uşaqlar, Newton. Hətta yadınızda saxlayın ki, dinamometrin iş prinsipi elə deməli, uzanma və sıxılma ilə bağlı bu məsələ, yəni elastiklik qüvvəsinə əsaslanıb, Hooke qanununa əsaslanıb. Yəni, sizdən soruşsa ki, dinamometrin iş prinsipi hansı qanununa əsaslanıb? Deyəcəksiniz ki, hansı qanununa əsaslanıb? Hooke qanununa əsaslanıb deyəcəksiniz. Bu sizin bilməli olduğunuz məsələlər. Digər tərəfdən burada F elastiklik, əgər F elastiklik qüvvəsi kx-sa, indi mən mənfi yazmayacağım. Kx-sa, yadınızda saxlayın ki, elastiklik qüvvəsi k-dan da x-dan da nə cür asılıdır? Düz asılıdır. Burada yadınızda qalmalı olan bir məqam olmalıdır ki, çox diqqətlə baxın. Bu sual olaraq qəbula düşür və məsələlərdə tez-tez qarşımıza çıxan məsələdir. Əgər desək ki, F elastiklik qüvvəsi x-dan nə cür asılıdır, onda bax, belə çəkəcəksiniz. Əgər desək ki, elastiklik qüvvəsi x-in modulundan nə cür asılıdır, bax, birinci rüb. Çünki F elastiklik qüvvəsi nə cürdür? Mənfi kx-dan x-la nə cür asılıdır? Əksinə yönəlib də. Mənfi olduğuna görə hansı rüblərdə çəkməliyik?
ikinci və neçinci? Dördüncü rüblərdə çəkməliyik. Amma modulu deyəndə hocam mənfini nəzərə almırıq. Müsbət olduğuna görə hansı rübdə çəkməliyik? Elastiklik qüvvəsinin x-dən asılığını birinci rübdə çəkməyimiz lazımdır. Bu da yadda qalar. Bax desək ki, elastiklik qüvvəsi x-dən nə cür asılıdır? Belə. Birinci şəkil. Birinci qrafik. Bəs x-in moduluna nə cür asılıdır? İkinci qrafik şəklində çəkəcəyik. Bax bu çox diqqət olunmalı məsələlərdən biridir. Elastiklik qüvvəsi. Bu belə. Silə bilərəm bunları. İndi şagirdlər, elastiklik qüvvəsində haqqında danışmağa davam edirik. Elastiklik qüvvəsi düzdür, mənfi kx-dir. İndi mən mənfi haqqında çox danışmayacağım. Burada x-i tapanda, yəni uzanmanı, f elastiklik qüvvəsi bölünsün nə olacaq? K olacaq. X uzanma, k ilə nə cürasıdır? Sərtliklə tərs. Elastiklik qüvvəsi ilə nə cürasıdır? Düz. Qüvvə çox olanda uzanma çox olacaq. Sərtlik çox olanda sərt cismi uzatmaq çətindir. Vahidinə gəldikdə isə uzanmanın vahidi nə olacaq? Metr olmuş olacaq və yaxud da ki, sıxılmanın vahidi nə olacaq? Metr olmuş olacaq. Bəs K-nın düsturu. F elastiklik qüvvəsində, hansı ki F elastiklik Kx-a bərabərdir. K-nı durub tapanda K F elastiklik bölünsün x-dir. Verilmiş sabit nümunə üçün əlbəttə ki, K da elastiklik qüvvəsinin x-ə nisbəti şəklində tapılacaq. Amma mühitdən mühitə dəyişdikcə K-sı fərqli ola bilir. Burada elastiklik qüvvəsi ilə düz, x ilə tərs görsənsə də, yadınızda saxlayın. K, yəni sərtlik, elastiklik qüvvəsindən, x-dan, nə bilim, maddənin kütləsindən, sıxlıqdan, J-dən, V-dən, bunların heç birindən asılı deyil. Nə həcmdən, nə intensivlikdən, nə sıxlıqdan, nə elastiklik qüvvəsindən, nə uzanmadan, nə də ki, cismin kütləsindən, nə K, sərtlik asılı deyil. Bəs nədən asılıdır? Həndəsi ölçülərdən və materialın növündən. Sərtlik fikir verin. F elastiklik qüvvəsi ilə orada uşaqlar düz görsənsə də asılı deyil deyəcək. Bəs nədən asılıdır? Burada bunları keçmişik. Gəlin bir də baxalım nədən asılıdır. Bunu təmiz bir yerdə yazaq. Nələrdə olub? Düzdür, F elastiklik Kx-dır və mənfisi ilə. K-dakı F bölü x-dır. Amma yadda saxlamağınız lazımdır ki, K F-dən və x-dan nə deyir şagirdlər? Aslı deyil. Bəs nədən aslıdır? K onun haqqında danışaq. Bir dənə yay götürürük uşaqlar. Onu müqayisə edirik. İki yay götürürük. Məsələn, bir yayı götürürük bu şəkildə. Nisbətən en kəsik sahəsini enli çəkirik. Bunun en kəsik sahəsi hətta olsun S1. Deyək, belə götürək. Bunun en kəsik S1. Bir dənə də yay götürürük bu uzunluqda, amma bunun en kəsik sahəsi biraz kiçik olsun. Bu da en kəsik sahəsi olsun S2. S1 böyükdür S2 deyir sizdə. Uşaqlar, bu yaylardan hansını dartmaq rahat olar? Birinci yayı darta bilərik. Yoxsa ikinci yayı dartmaq daha rahat olar? Hə? Səncə böyük bir yayı dartmaq rahat olar, yoxsa balacasını? Hə? En kəsik sahəsi kiçik olur. Elə deyil? Deməli, sərtlik, cismin sərtliyi yayın en kəsik sahəsi ilə nə cür asılıdır? Düz. En kəsik sahəsi böyüdükcə daha sərtləşir. Aydındır? Daha böyük yayı dartmaq daha çətinləşir. K sərtlik en kəsik sahəsi ilə nə cür asılıdır? Düz asılıdır. Bax, indi bu dəfə en kəsik sahəsi eyni olan iki yay götürürəm şagirdlər. Bu boydadır, bu boydadır. Bu nədir? Məsələn, L0 birincinin, bu L0 ikincinin uzanmalardır. İndi burada birinci sərt olar, ikinci ilə ikinci müqayisə etsək, ikinci daha sərt olacaq. Yəni, qısa yayı dartmaq biraz nisbətən çətindir, uzun yayı dartmaq asan. En kəsik sahəsi eyni olsa, uzun yayı. Enli yayı. Deməli, sərtlik K. L ilə nə cür asılıdır? Tərs asılıdır. L0 burada ilkin uzunluqdur. Bir də nədən asılıdır? Young modulundan. Young modulu Y-dir. Biz bunu bərk cisimlər müayillənin xassələrində daha ətraflı keçirik.
Elə belə deyirəm, belə yadda saxlayın ki, məsələn, Y modulu deyək ki, 3-sə alüminiumdur, 4-sə deyək ki, misdir və s. Yəni Y modulunun qiyməti dəyişdikcə materialın növü də dəyişir. Növdən asılıdır, yəni Y-dən asılıdır. Burada Y modulu. Yeri gəlmişkən K F bölü X olduğuna görə sərtliyin vaidi nə olacaq şagirdlər? Newton bölünsün metr olacaq. Sərtliyin vaidi nə olmuş olacaq? Newton bölünsün metr olmuş olacaq. Bu da bizim belə bilməli olduğumuz əsas məqamlarımızdır K sərtliyi üçün. Qurtardım mı? Xeyr, qurtarmadı. Gəlin elastiklik qüvvəsi ilə bağlı bir dənə. Bu xüsusilə bu son keçdiyim bu düsturu mütləq yadınızda saxlamaq lazımdır. Sərtlik S-dən Y-dən düz, L-dən S-ə nə cürasıdır? Tərs asılıdır məsələsini. Bir də şagirdlər sizdən belə sual soruşula bilər. Elastiklik qüvvəsi hansı təbiətlidir? Hansı təbiətlidir? Desələr, bu sualın cavabı belədir. Gravitasiya və elektromagnet desək daha yaxşı. Gravitasiya və elektromagnet təbiətlidir. Müəllim, səbəb nədir? Bu nə deməkdir desəz, bunu siz araşdırsaz sevinərəm. Əgər araşdıra bilməsəz, üstədə oxuyanlar da, baxanlar da şərhlər bölməsində yazsa sevinərəm. Əgər araşdıra bilməsəz, məndən soruşasız izah edərəm. Qısaca deyim, baxım tuta biləcəksiniz. Evdə araşdıranda belə araşdırın ki, məsələn, yayı tutub aşağı dartanda öz əvvəlki vəziyyətinə qaytarır. Qaytaran nə ola bilər? Və yaxud da sıxanda yenə də öz əvvəlki vəziyyətinə qaytarır. Qaytaran nə ola bilər? Buna diqqət edəcəksiniz. Təsəvvür edin mən dedikcə. Yayı tutub aşağıya dartanda yay öz əvvəlki vəziyyətinə qayıtır. Niyə? Onu araşdırmalısınız. Molekular nə olur? Necə olur ki öz əvvəlki vəziyyətinə qayıtır? Və yaxud da ki tutub sıxanda yayı yenə də aşağıya doğru açılır. Bəs bu zaman ya? Yəni aşağı dartanda öz əvvəlki vəziyyətinə qayıtırız. Ay danışma çox o birislərdə nə etməsin, tutmasın. Əla. Aydındır. Amma hələ ki siz yadda saxlayın ki, elastiklik qüvvəsi iki təbiəti var. Gravitasiya təbiətli və yaxud da ki elektromagnet təbiətli. Bu da bizim bilməli olduğumuz mühüm qeydlərimizdən biridir. Xüsusi qeydlərimiz var elastiklik qüvvəsi ilə bağlı. Onları da deyək qutarsın. Bəzi məsələlər olacaq sizin üçün yay ilə bağlı. Məsələn, yaydır. Yayda asılmış bir yükdür. Bu yükün nəyi var? MG'si. Yuxarı qaldıran nə var? Uşaqlar elastiklik qüvvəsi, yəni Kx. Yəni siz durub burada M-i, K-nı, X-i tapmaq istəsəz, F elastikliyi Kx kimi yazıb, qüvvəni siz hətta MG-yə bərabər elə bilərsiniz. MG bərabərdir Kx alarsınız. Durub buradan siz M-i tapmaq istəsəz, məsələn, Kx bölünsün J və yaxud da ki, durub X-i tapmaq istəsəz, MG böl K və yaxud da ki, siz durub buradan K-nı tapmaq istəsəz, MG bölünsün X və s. nə edə bilərsiniz? Yaza bilərsiniz. Aydındır uşaqlar. Problemli qaranlıq qalan bir şey olmadı. Sən neçə dənə düz yazdın Zəhra? Biraz artırsan sevinirəm. Gedə bilərsən, buyur. Bura kimi qaranlıq qalan bir şey yoxdur. Hətta uşaqlar, məsələn, burada yuxarı yönəlmiş təcil, aşağı yönəlmiş təcil olanda, məsəl üçün, deyək ki, sağ olun, yuxarı yönəlmiş təcil olanda, siz bilirsiniz ki, burada çəki mg plus a ilə hesablanır. Onda F elastiklik qüvvəsi də Kx olduğuna görə siz F burada mg plus a bərabərdir Kx yazacaqsınız. Durub buradan m tapın desələr, m nə olacaq? Kx bölünsün j plus a-ya və yaxud da ki x-i tapın desələr,
X nəyə bərabər olacaq? mg plus a böl k-ya. Və yaxud da ki, aşağı yönəlmiş təcildə artıq siz bilirsiniz ki, aşağı yönəlmiş təcil deyəndə j çıx a olur. Yəni çıx a olur. Çıx a olur, çıx a olur. Başa düşdünüz? Problem yoxdur. Yəni çəki və elastiklik qüvvəsi bir çox məsələdə bir-biri ilə genetik əlaqəli şəkildə göstərilir. Belə.